Rusiyanın Yekaterinburq şəhərində hüquq mühafizə orqanlarının Azərbaycanlı Səfərovlar ailəsinə qarşı keçirilən əməliyyatın bəzi detalları məlum olub. 2001-ci ildə şəhər kafelərinin birində əslən Ağdam rayonundan olan Yunis adlı bir nəfərin qətlə yetirilməsi cinayəti ilə bağlı Federal Təhlükəsizlik Xidməti Rusiya İstintaq Komitəsinin əməkdaşları ilə birgə iyunun 27-sində səhər saat 5 radələrində Səfərovlar ailəsinin üzvlərinin yaşadıkları 10 mənzilə basqın ediblər. Mənzillərdə olan kişilərin hamısını döyüb, maşınlara mindirib polis idarəsinə aparıblar. Polis idarəsinə aparılan zaman baş vermiş işgəncə nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşlarının əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov və ailənin daha iki üzvü Ayaz Möhbalıoğlu Səfərov və onun qardaşı Məzahir Möhbalıoğlu Səfərov öldürülüb. Qohumlarının dediklərinə görə, idarədə onlardan 24 il bundan qabaq baş vermiş cinayəti törətdiklərini etiraf etmək tələb olunub. Saxlanılanlardan 3 nəfər Ayaz Səfərov, Əziz Abbasov və Əhliman Gənciyev ağır vəziyyətdə 36 saylı xəstəxanaya yerləşdirilib. Saxlanılanların Bakir Mehdioğlu Səfərov, Asif Möhbalıoğlu Səfərov, Məhəmməd Məzahiroğlu Səfərov və Vüqar Məzahiroğlu Səfərov olduğu bildirilib. Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin Azərbaycanlı Səfərovlar ailəsinin yaşadıkları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində 5 nəfər qətlə yetirilib, 13 nəfər saxlanılıb. Onlardan ikisi 2001-ci ildə 4-5 yaşda olması əsas gətirilərək sərbəst buraxılıb. Əməliyyat zamanı qətlə yetirilən iki qardaşdan biri Hüseyn Səfərov Azərbaycan, Ziyəddin Səfərov isə Rusiya vətəndaşıdır. Qətlə yetirilən Ziyəddin və Hüseyn tanınmış ədəbiyyatşünas 525-ci qəzetin baş redaktor müavini Seyfəddin Hüseynlinin qardaşlarıdır.